Qurudulmuş sarımsaq yaddaşı gücləndirir. Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində aparılan yeni tədqiqat qurudulmuş sarımsaq ekstraktının uzun müddətli neurobioloji və davranış təsirlərini araşdırıb. 40 həftə ərzində bu ekstraktla qidalanan yaşlı siçanlarda narahatlıq reaksiyalarının azalması və yaddaş göstəricilərinin yaxşılaşması müşahidə olunub. Tədqiqat zamanı siçanlar davranış testlərindən keçirilib. Əlavə alan qrup işıq-qaranlıq testində daha az nəticə göstərib. Yeni obyektlərin tanınması tapşırığında isə daha yaxşı yaddaş qabiliyyəti nümayiş etdirib. Analizlər göstərib ki, qurudulmuş sarımsaq ekstraktı siçanların beynində, xüsusən də hipokamp bölgəsində çox sayda protein səviyyəsini dəyişir. Bu dəyişikliklər siqnal vermə, yaddaş və stress reaksiyası ilə əlaqəli yolların aktivləşməsinə işarə eləyir. Alimlər nəticələrin ümidverici olduğunu, lakin insanlara tətbiqi üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu bildirir.